Murad, bax, mən Murad deyəcəm sizə. Buyurun. Təzə uşaq dünyaya gəlir. Hamı deyir ki, mis qoxur. Qoxusu mis olur da. O təmiz olduğu üçün mis qoxur, yoxsa? Bu bilirsiniz bir şeydir. Birinci növbədə o uşağın valideyni üçün o mis qoxusudur. Yəni ən çox gözəl qoxu kimi şərh edir, ən çox onu şərh edən onun ən yaxınları. Digərləri üçün sadəcə olaraq uşaq qoxusudur. Amma onlar da nə vaxtsa sevgidən. Bəli. Onda belə çıxır ki, sevdiyin adamın qoxusu sənə. Təbii ki. Bayaq dediyim kimi, sizin partnyorunuzun tər qoxusu belə sizi xoşbəxt edə bilər. Bu əsasında qadınlara aiddir. Bəylər hər hansı bir qoxudan ehtiraslana bilərlər. Amma xanımlarda bu mövzu çox çətindir. Uşağın qoxusu da onunla bağlıdır. Bizim üçün uşaq nə ifadə edir? Yəni bizim nəslimizdən, soyumuzdan, övladımız olmaqdan əlavə ümumən, məsəl üçün digər qonşumuzun məsəl üçün övladı bizim üçün nədir? Günahsız, problemsiz, heç kimə bir pisliyi dəyməyən, zərəri dəyməyən bir varlıq. Düzdürmü? Deməli ona aid olan hər şey bizə şirin gəlir, bizə əziz gəlir. Bu pişik balası ilə də bağlı belədir. Əslində duyğulara bağlayırıq onda. Məsəl üçün hər şeyin balası bizə şirin gəlir. Doğru. Hər şeyin balası bizə şirin gəlir. Onun əlləri falan. Okey. Yeni doğulan hətta insan üzərindən davam edirdi, amma məsəl üçün deyirəm, bir yeni doğulan pişik balasının əlinin kiçikliyi bizə şirin gəlir. Amma normalda əli, pəncəsi o ölçüdə olan heyvanın pəncəsi o qədər də şirin gəlmir. O balaca olduğu üçün, körpə olduğu üçün bizə maraqlı gəlir. Niyə? Problemsizdir. Bir növ hələ ki hələ yəni yırtıcı deyil, ət yemir və eləcə də insan üzərində onu. Günahı yoxdur, pakdır. Bax ona görə bizə şirin gəlir, doğma gəlir və nəticədə bu gün formalaşmış bir şey deyil axı. Bu illərlə, yüz illərlə, min illərlə artıq bizdə uşaq qoxusu bizdə artıq genimizdə. Genimizdə bizdə günahsızlığın, paklığın simvolu kimi xarakterizə olunur. Bu bir dövrlər uşağın qoxusu əgər onun tər qoxusu və süd qoxusu isə, bu gün ola bilsin ki, istifadə olunan hansısa uşaqlar üçün istifadə olunan pudralar və yaxud da ki, digər vasitələrin qoxusu artıq bizim üçün o paklığın qoxusu sayıla bilər. Doğru. Orada da mən sizinlə razıyam. Əslində bu çox belə böyük bir mövzudur. Çünki yəni bayağı bir böyük mövzudur. Mən ora keçmək istəmirəm. Mən bilmək istəyirəm ki, qoxu bədənindir, yoxsa ruhun? Ruh haqqında biz heç nə bilmirik. Ona görə də mənim fikrimcə qoxu bədənindir. Qoxu bədəni. Ruh haqqında ən çox biləcəyi adam belə sual verəndə o suala cavab verib ki, mən sizin bildiyiniz qədər bilirəm. Ona görə də məncə bədən qoxusudur. Nəticədə çox üzr istəyirəm. Nəticədə qoxunu formalaşdıran bioloji proseslərdir, hormonlardır, tərimizdir və s. və ilaxır. Yəni bu da bir şeydir. Ancaq o qədərdir. Buna biraz mistika qatmaq istəsək, təbii ki, başqa yerlərə gedə bilərik. Qoxu təməlində bəli elədir. Amma yaratdığı təəssürat təbii ki, artıq ruhsal bir şey çevrilə bilər. Necə ki, yağışın özü bir təbii prosesdir, amma bəzən biz yağışda romantik ola bilirik, duyğusal ola bilirik, bəzən ağlaya bilirik, düzdürmü? Mən razıyam. Amma nəticədə baxmayaraq ki, təbii prosesdir, amma ruhsal olaraq bəli bizə. Razıyam.